Erməni xalqı müvəqqəti dayanacaq psixologiyasından imtina etməli, Ermənistan Respublikasını vətən və sığınacaq kimi qəbul etməlidir. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan seçki qabağı kampaniyada çıxışı zamanı söyləyib. Vətən axtarışı prosesi başa çatıb. Biz öz vətənimizi tapmışıq və bu Ermənistan Respublikasıdır. Baş nazir vurğulayıb. Əgər təhdəl şuurda əvvəlki yaşayış yerlərinə, Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmaq düşüncəsi mövcuddursa, biz öz ölkəmizi tranzit məntəqəsi kimi qəbul etməyə başlayırıq, o qeyd edib. Paşinyan bunu yolda dayanma hissi ilə müqayisə edib. Bugünkü siyasi prosesin mahiyyəti ondan ibarətdir ki, biz Ermənistan Respublikasını dayanacaq kimi deyil, təyinat nöqtəsi kimi qavramağa başlayırıq. İndi onlar bura gəliblər. Biz istəyirik ki, bu insanlar bizim kimi məskunlaşsınlar və dayanacaq qavrayışını təyinat nöqtəsi qavrayışına dəyişsinlər. Paşinyan əvvəllər Qarabağda məskunlaşmış ermənilərə müraciətində deyib.